Bəzən görürsən, qardaşlar nəsihət eləyəndə nəsihəti qəbul eləmək istəməyənlər nə deyir? Bu qardaş da nə ayır ya, subhanallah. Daha demir ki, bu qardaş sənin üçün deyir, qardaş. Sənə nəsihət eləyəndə, bunu eləmə deyəndə, saxla deyəndə, balağı qısalt deyəndə, içki məclislərinə getmə deyəndə, ona pul gəlir, maaş gəlir ona, maaş verirlər ona. Nəyinə lazımdır ki, əgər Allah və Rasulundan başqasının şəriətin və yaxud da Allahın rızasını qazanmaqdan başqa bir səbəb olmasaydı deməzdi sənə. Səninlə bircə olub, sənin üzrə gülənlər kimi, o da səninlə olardı. Lakin insanlardan haqqı deyən, dəvəti çatdıran kişilər var, olub və olacaq. Əgər olmasaydı, yerlər fəsada uğrayar. Yerlər fəsada uğrayardı. Paramparça olardı. Əgər çatdıranlar olmasaydı, deyənlər olmasaydı, hamı nəsihət eləməsin, kimsə kimsəyə nəsihət eləməsin, kimsə kimsəyə söz deməsin, hamıdan küssün. Halımız nə olacaq ki? Əvvəlki ümmətlərin həlak olma səbəbi bax bu oldu. Bir-birlərin günah və asilik üzərində gördülər və nəsihət eləmədilər. Qardaş eləmə demədilər. Lakin bizim ümmət elə deyil. Sona qədər Allah və Rasulunun sələfin fəhmi ilə qardaşımıza deyəcək və nəsihət eləyəcək. Allahın qadağan elədiklərin eləmə. Bu deyiləcək. Ta sonuncu nəfəsimizi verənə qədər. Allah bunları əmr etdi və bunu istədi. Ta son nəfəsimizə qədər. Deyəcək və çatdıracaq. Aydın dəxlər, kimlər küssə belə, kimlər incisə belə, axı mənim səninlə nə şəxsi qərəzdir? Səndən mal dövlət mi istədim mən? Yox. İstədim ki, Allah Rasulunun vədi, mükafatı, söylədiyi bizə mükafatı, Allahın möminlər və müttəqlər üçün hazırladığı cənnəti, orada olan gözəllikləri, sən də orada olasan. Allah Subhanahu hamımıza nəsib eləsin. Allah Subhanahu qulları üçün hazırladığı o cənnətləri. Firdovs cənnəti Allah Subhanahu bizlərə nəsib eləsin. Lakin bunun üçün imanı ortaya qoymaq lazımdır. Yəqinlə bildir, kimsən sən? Kim? Ya müsəlman kimi müsəlman ol. Sələflər, sahabələr nifaqı özlərindən uzaqlaşdırmaq üçün illərlə özlərini müalicə ediblər. Keçən cümə qardaşımız, əlhəmdülillah, Allah Subhanahu günahlarından keçsin, Vasif qardaş. Xütbədə də dedi, xütbəni də verdi, nifaqın əlamətləri. Gör, nə qədərdir? Bir kəs desin ki, orada olan o sayılan sifətlərdən bir dənəsi də olsun məndə yoxdur. Bir nəfər desin, kimsə deyə bilməz. Nə eləmək lazımdır? Yaranı yara görüb elə saxlamaq lazımdır, yoxsa müalicə eləmək lazımdır. Axı o yara şişib çürüyəcək bədən, gedəcək, sonra səni həlak eləyəcək. O nifaqı təmizləməlisən. Yəqinlə verdiyin vəd ki var, ha, Allah və Rasulullah. La ilahə illallah, Muhammedur Rasulullah var, ha. Boşu-boşuna bir şəhadət deyil. Sözü demirsən. Adi insanla söz danışanda deyir, kişi ol. Sözü demirsən, dur arxasında. Kişiliyin olsun. Mənliyin olsun. Sən ol. Biz deyirik ki, müsəlman ol, haqqı ilə və layiqincə. Ləyaqətsiz müsəlman olma. Başı qaldırıb fəxr edəcəyin yerin İslamın olsun. İzzətin İslamın olsun. İxlasla.com saytı tərəfindən təqdim olundu.